2026-cı ildə sosial ödənişlər bu qədər artacaq. Dövlət Sosial Müdafiə Fondunun növbəti il üçün əhaliyə ödənişlər üzrə xərclərində nəzərdə tutulan ciddi artım ölkəmizdə sosial müdafiə tədbirlərinin gələn ildə uğurla davam etdiriləcəyini deməyə əsas verir. Mətbuat az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsində verilən məlumata görə, fondun 2026-cı il üçün gəlirlərinin bu ilki proqnoz gəlirlərinə nisbətən 705,7 milyon manat, yəni 9,3% çox olmaqla 8 milyard 323 milyon manat olması nəzərdə tutulur. Dövlət Sosial Müdafiə Fondunun növbəti ildə xərclərinin isə 8 milyard 483 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu vəsaitin 8 milyard 196 milyon manatı, yəni 96,6%-i əhaliyə ödənişlərə yönəldiləcək. Başqa sözlə, fond gələn il əhaliyə 2024-cü illə müqayisədə 1 milyard 534 milyon manat, bu illə müqayisədə isə 788 milyon manat çox vəsait ödəyəcək. Dövlət Sosial Müdafiə Fondu tərəfindən gələn il əhaliyə ödəniləcək vəsaitin 7 milyard 993 milyon manatının pensiya, 203,6 milyon manatının isə sosial sığorta hesabına verilən müavinət üzrə xərclərə yönəldilməsi nəzərdə tutulur. Pensiyalarda artım dinamikası 2026-cı ildə də davam edəcək. Proqnoz göstəricilərə əsasən gələn il pensiyaların indeksasiyasının təqribən 9,2% səviyyəsində olması, orta aylıq pensiyanın 9,2% artımla 590 manata, yaşa görə orta aylıq pensiyanın 629 manata çatması gözlənilir.